Hörmətli Murad müəllim, 69 saylı dairədən Milli Məclisə keçirilən seçkilərlə bağlı nə deyə bilərsiniz? Seçkilərlə bağlı onu deyə bilərik ki, xalqın bu illəri keçirilən seçkilərə böyük ümidi var idi. Həqiqətən də xalq bu seçkilərdə coşqu ilə iştirak etdi. Amma əfsuslar olsun ki, xalqın verdiyi səslər uğurlandı. 69 saylı dairə üzrə Milli Məclisə namizəd mən Hüseyn Murad Əlioğlu Göytepe şəhərindən demək olar ki, əhali əksəriyyəti bu neçə ildir seçkilərdə iştirak etməyən insanlar seçkilərə girmişdi. Amma əfsuslar olsun ki, xalqın səsi uğurlandı məntəqə sədrləri tərəfindən. Hətta 1 noyabr keçirilən seçkilərdə bizim əlimizdə video kadrlar ki var. Orada görünür ki, məntəqə katibləri belə keçirilən seçkilərdən imtina elədi. Səbəb bültenlərin sayılmaması idi. Orada qutularda nə qədər ki qutularda bültenlər var, onların əksəriyyəti sayılmadı belə. Hətta belə sayılsa belə orada nümayəndələrə, hətta mənim vəkillərimə sonda protokol verilmədi. Səbəb, yəni protokolda bildirdilər ki, sabahları verərik. Bizə məntəqə 69 saylı dairənin sədri tərəfindən tapşırıq verir ki, heç kimə protokol verilir. Amma bunlar hamısı yalan idi. Mən elə hesab edirəm ki, bu seçkilər tamamilə saxta keçirildi. Yəni mən yox, artıq seçkilərdə iştirak edən və bu günə qədər də seçkilərdə iştirak etməyən insanlar o seçkilərdə iştirak etdi və onların nəticələri sayılmadığı üçün xalq bu günləri inanın ki, qəzəblənib. Ona görə qəzəblənib ki, xalqın seçdiyi şəxs qutudan onun səsi çıxmadı. Hətta xalqın öz səsi belə saxtalaşdırıldı. Mən buradan fürsətdən istifadə edib mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə səslənim. Cənab Prezident, siz hər zaman çıxışlarınızda vurğulayırdınız ki, ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir. Həqiqətən də biz buna çox inanırdıq, ümid bəsləyirdik. Mən bir cavan kadr olaraq bu seçkilərə həvəslə, ümidlə qatıldım və qarşıma məqsəd qoymuşdum ki, mən əgər seçilərəmsə, xalqım mənə etimad göstərərsə, seçilib parlamentdə oturub xalqımıza, vətənimizə layiqincə xidmət edeyim. Və eyni zamanda özümü Azərbaycan Respublikasının Prezidentinin yanında görməklə qürur duyardım ki, ən azından mən də bir parlamentdə, Milli Məclisdə xalqımı təmsil edən millət vəkili kimi mənim də kifayət qədər xalqımıza, parlamentə verəcək tövsiyələrim olacaq. Əfsuslar olsun ki, bizim səsimiz uğurlandı, səsimiz xalqın istəmədiyi şəxsə, Fəzail İbrahimliyə verildi. Bu Fəzail İbrahimliyə necə verildi? Bunu açıqlayayım mətbuata, qoy adiyyəti qurumlar bilsin. Karusel burada bütün hərbi hissələrin əskərləri məntəqələrə aparıldı. Bizim video kadrları var, artıq bizim Region TV xəbər informasiya agentliyi onu ictimailəşdirmişik ki, məntəqə sədrləri şəxsən özü bültenləri necə qutuya atır və karusel olaraq hərbi hissənin əskərləri bu məntəqədən çıxarılır, digər məntəqələrə aparılır və orada səs verilir Fəzail İbrahim. Deyin görüm, 69 saylı dairədən 8 namizəd var. Bununla bağlı biz 69 saylı dairənin rəhbəri Məhəmməd Abbasova müraciət etdik ki, hörmətli Məhəmməd müəllim, bizə imkan yaradın, qapalı təşkilatda, hərbi hissələrdə əskərlərlə görüş keçirdi. Buna imkan yaratmadılar, şərait vermədilər. Yaxşı, necə oldu ki, seçki günü bütün hərbi hissənin əskərləri seçkiləri cəlb edildi və Fəzail İbrahimin xeyrinə səs verildi. Bunu bizim əlimizdə kifayət qədər sübutlar da var. Yaxşı, deyin görüm, bizim gənc əskərlər 18 yaşı tamam oldu, hərbiyə yəni ilk dəfə seçkilərdə iştirak etmiş şəxsləri bu gün onları saxtakarlığa məcbur etdilər. Deyin görüm, o əskərlər sabahları bu ölkədə demokratiyanın həqiqətən şəffaf seçkilərin keçirilməsinə ümid bəsləyə bilərmi? Bax, belə nəinki bunlar, hətta bültenlər belə sayılmadı. Eyni zamanda Masallı Əhmədli kəndində məntəqə sədrinin 21 saylı məntəqə sədrinin şəxsən bültenlərin qutuya töküldüyü əlimizdə video kadrlar var. Bununla bağlı biz MSK-yə da müraciət eləmişik. Mətbuatda da açıq-açığına dərc eləmişik. Göytepe 1 saylı orta məktəb 3 saylı seçki məntəqəsində Rıza müəllim qutuların heç birini saymadı. Hətta orada katib Ərşad adlı şəxs seçkiləri akta qol çəkməkdən belə imtina etdi. Yəni seçkilərin tam saxta olmasını orada mətbuatda kameralarımız qarşısında vurğuladı. Mən elə hesab edirəm ki, Cənab Prezidentimiz bizim bu çıxışlarımızı görərək, təbii ki, ölkəmizdə hər zaman Cənab Prezident istəyib ki, demokratik, şəffaf seçkilər keçsin və biz bir daha xariciyə, Avropaya özümüzü sübut etməliydik ki, ölkəmizdə şəffaf, demokratik seçkilər gedir. Mən
düşünürəm ki, bu keçirilən saxtakarlıq, saxta seçkiləri rayon icra başçısının qətiyyən xəbəri yoxdur. Mən bunu sizə əmin edə bilərəm. Çünki bu məntəqə sədrləri ilə və yerli nümayəndələrin iştirakı olub. Ona görə rayon icra başçılarının bu işdə əli olmaz ki, rayon icra başçısı bilavasitə cənab prezidentimizə tabe olan bir dövlət nümayəndəsidir. Onların da borcudur ki, cənab prezidentimizin ölkəmizdə keçirdiyi şəffaf demokratik seçkiləri onlar da dəstəkləsin. Ancaq bu işdə rayonun ərazi nümayəndələrinin, məntəqə sədrlərinin xüsusi rolu oldu və hər hansı bir maddiyyat ucbatından xalqın səsini Fəzal İbrahimliyə uğurlayıb verdilər. Mən bununla bağlı, mən bilirəm, bəli, məni qarşıda hər hansı bir təhlükə gözləyir. Fürsətdən istifadə edib Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edirəm ki, cənab prezident, mənim ailəmin və mənim eyni zamanda bu seçkilərdə mənə yaxından iştirak edən vəkillərimin təhlükəsizliyi təmin olunsun. Bu yerli məmurlar bu saxtakarlığı mən ifşa etdiyim üçün bilirəm ki, mənə hər hansı bir təhlükələr nəzərdə tutublar. Hər hansı bir şərləmə, mən özüm müəllim işləyirəm, mən şərlənə bilirəm, avtomobilim var, avtomobilimə narkotik atab məni həbs elətdirə bilərlər. Bunları mən qabaqcadan sizə xəbərdarlıq edirəm. Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qarovova, hörmətli Milli Təhlükəsizlik Nazirimizə, mənim ailəmin və mənim yaxınlarımın təhlükəsini təmin etsinlər. Mən bu seçkilərdə Azərbaycan Respublikasının qanunlarına inanıb, bilirəm ki, Azərbaycan Respublikasının qanunlarına söykənərək bu saxtakarlığa hətta yol vermiş şəxslər sona qədər onlarla mübarizə aparacaq. Dövlətimiz bunların etdiyi əmələ görə cəzalandıracaq. Buna əminəm. Siz düşünün ki, bu günləri əhali seçkiyə o qədər ümid bəsləyirdi ki, sonsuz dərəcədə. Amma bu günləri o həmin saxtakarlığı görən xalq deyin görüm, sabahları seçkilərdə iştirak edərmi? Siz inanın ki, hətta seçkilərdə belə məntəqələrdə 150-160 nəfər mənə görə, yəni açıq danışaq, bu Göytəpə şəhərində xalq mənə görə gəlmişdi. Bunu xalqın özündən də maraqlana bilərlər. 150-160 elə ən böyük ərazisində 300-ə yaxın seçici gəlmişlər. Bunlar bunu şişirtməklə, saxta yollarla 700-650 hesablarlar. Göytəpə bir sayılı orta məktəbdə mən müəllim işləyirəm. Deyin görüm, o məktəbdə 1100-ə yaxın, 1500-ə yaxın şagird var. Oradan mənə 29 səs verilir. Eyni zamanda orada 120-dən artıq müəllim var. Bu hansı məntiqə uyğundur? Yol idarəsində mən 78 səs toplamışam. Mənim katiblərimin və mənim vəkillərimin və məntəqə sədrinin katiblərinin iştirakı ilə 78 bülten çıxır mənim adıma. Amma protokolda onu 22 ediblər. Bu hansı məntiqə uyğundur? Göytəpə şəhər 2 saylı məktəbdə mənə 36 səs verilir. Deyin görüm, xalqın müəllimi, xalqın içində aktiv bir iştirak edən insana bu qədər səs verilə bilərmi? Mən onlara əmin edirəm ki, cənab prezidentimiz bizim bu səsimizi eşidəcək və ən azından dövlətçiliyimizə ləkə vuran mənfur bir insanlara qarşı mübarizə aparacaq. Unutmayaq ki, bunları məqsəd yönlü həyata keçirdilər. Ona görə məqsəd yönlü həyata keçirdilər ki, xalqla dövlət arasında bir uçurum yaratsınlar. Amma biz gəlin əl-ələ verək, bu uçuruma yox, biz xalqla dövlət arasında yaxın ünsiyyət yaradaq, dövlətçiliyimizi qoruyaq. Cənab prezident, xahiş edirəm, belə bir vətəninə, xalqına layiqincə xidmət etməyən məmurlara qarşı kəskin mübarizə aparasınız və xalqın səsini bərqərar edəsiniz. Bu 69 saylı dairədə mən seçkilərin nəticələrini qətiyyən tanımıram. Mən yox, eyni zamanda məndən başqa 4 namizəd. Artıq biz bununla bağlı bir çox təşkilatlara müraciət etmişik. Dövlət qurumları, hesab edirəm ki, dövlət qurumları bizim bu səsimizi eşidib 69 saylı dairənin nəticələrini dərhal ləğv edəcək. Çünki ona görə xalq o yağışda, o palçıqda yaşlı insanlar inanın ki, məntəqələrə gəldilər. Biz artıq o xalqın üzünə baxa bilmirik. Onların səsi uğurlandı.